Mən Novruzov bəylər, Güloğoğlu və mənim şikayətim Bakıda Əllər məntəqəsində, xəstəxanasında bir həkimə şikayətim var. Mənim uşağım xəstə olduğuna, ola mənə həkim qayıtdı deyir ki, sənin uşağın xəstə deyil. Və mən də Lənkərandan bütün sənədlərimi və hamısını əlimdə düzəltmişəm, hamısı mənə deyib ki, sənin uşağın seriflisdir. Və uşağım da 3-cü qrup 50-yə çıxıb, 2 ildə bunun pensiyasını almışam. Və sağ olsun cənab prezidentimiz, sağ olsun təhsil nazirimiz və uşağım üçün 3 ildir evə müəllimə ayrılıb. 3 ildir uşağım üçün müəllimə evə gəlib, düz bugünkü günə qədər. Bu da mənim uşağım. Necə xəstə deyilsə və bu sənədlər niyə onda mənə veriblər? Niyə bu həkimlərdən mən keçə-keçə mənə deyir, sənin uşağın xəstədir? Və mən də dövlətdə bir dənə tək mənəm işləyən və plus da bir bacım da 1-ci qrup əlildir. Mənim ötəmdədir. Mənim ötəmdədir. Özüm də dövlətdə işləyirəm. 400 manat maaş alıram. Özüm zibil atanam. Mən necə bu həkimlərə, bu həkim mənə necə bu sənədlərimə baxmaya və məni eşitməyə, mənə deyir, sənin uşağın sağlamdır. Yaxşı, bu uşağım sağlamdırsa, mən bu həkimlər niyə onda bu kağızları mənə verib və kağızları mənə verib? Niyə mən bu sabezdən bu kağızı almışam? Uşağın, bu da kağızım. Uşağın pensiyaya çıxıb. Hələ də bu sənədlər mənim əlimdədir. İndi çalışıram, təzədən düzəldim uşağımın sənəti. Getmişəm, məni yönəldiblər. Necə deyək, Bakı Əllər xəstəxana məntəqəsindən getmişəm, yaxınlaşmışam həkimə. Həkim uşağımı oturub kompüter qabağında, uşağıma deyir, get o başa, gəl bu başa. Ondan sonra mənə deyir ki, götür sənədləri, sənin uşağın necə deyək, xəstə deyil. Xəstə deyil. Bu da mənim uşağım. O da mənim bacımdır. 1-ci qrup əlildir. Yaxşı, mən necə eləməliyəm? Mən kimə dərdimi deməliyəm? Xahiş edirəm. Cənab prezidentimizdən, xahiş edirəm, Mehriban xanımdan, xahiş edirəm, Milli Məclisdə və mənə köməklik göstərir. Xahiş edirəm, o xəstəxanada həkim olandan, xahiş edirəm, necə, onu bu çiçeğin göstərəsi.